Hər kəsə salam. Bugünkü mövzumuz yaxında baş tutacaq Çempionlar Liqasının finalı haqqında, Arsenal PSG arasında oynanacaq oyun haqqında olacaq və bugünkü müzakirəmizdə bizim qonağımız qatı Arsenal azarkeş olan İlqar bəydir. İlqar bəy, buyurun, sözü ilk sizə verək. Salam, salam. Dəvət etdiyiniz üçün çox sağ olun. 10 nömrə.az səhifəsinə azarkeşləri, takipçiləri salamlayıram. Əleyhissalam. Salam. Mənim də xoş oldu buraya gəlməyim. İnşallah mövzumuz Arsenal finala getməkdir. İnşallah ətraflı hamısından danışacağıq. Belə deyək də, illər sonra, yəni Arsenal ilk dəfə tarixində kuboka çox yaxındır demək olar. Ən son, ən yaxın olduğu 2006-cı il Barcelona ilə 2-1 məğlub olmuşdu və Arsenal bu oyunda sizcə ilk dəfə tarixində Çempionlar Liqasının kubokunu qazana biləcəkmi? Şansları necə görürsünüz? Nə düşünürsünüz? PSG ilə şansını necə fikirləşirsiniz? Nə görürsünüz bu oyun haqqında? Şans həmişə var. Finalda 50-50-dir. Burada favorit yoxdur. Əlbəttə PSG Enrique haqqını vermək lazımdır. Maşın qurub. Luis Enrique Super. İnanılmaz işlər görüb. Messi, Mbappe, Neymar sastavından çıxdı və Due, Barcola, Dembele inanılmaz bir şeylər qurdu. Ortada maşın, arxada maşın, qapıcı Safonov, Donnarumma getdi. Hamı elə bildi ki, PSG çökəcək. Safonov fantastik sezon keçirdir. Ona görə də PSG əlbəttə favoritdir, yalnız favoritdir. Yenə də Arsenal üstün tərəflərindən istifadə etmək lazımdır. Arsenal üstün tərəfi nədir? Nədir onlar? Müdafiə. Müdafiə təbii ki, İngiltərənin Atletico Madridi deyə bilərik ona. Atletico deməyək, Arsenal tam başqa cür futbol oynayır. Atletico məsəl üçün tam başqa stildə oynayır, Arsenal tam başqa stil. Arsenal ən üstün cəhəti müdafiədir, istifadə etmək lazımdır. Birinci məqsəd olmalı ki, gol buraxmamaq. Təbii. Gol buraxmasın. Komandanın da məqsədi elə o olacaq. Gol buraxmasın 100% şansın olacaq. İstifadə etmək lazımdır, ağıllı oynamaq lazımdır, soyuq başla oynamaq lazımdır. Əsas məqsəd gol buraxmamaqdır. İkinci üstün tərəfi standart vəziyyətlərdir. Yəni standart vəziyyətdə 18 dənə gol vurub bu il Premyer Liqadan. Sırf təkcə Uglovoydan. Təkcə Uglovoydan. İndi bir məsələ var da, burada PSG Arsenalın müdafiəsini yarmaq üçün məncə belə bir taktika qura bilər ki, PSG də bəlkə oyunu dəyişmək üçün biraz topu özündə saxlayıb Arsenalı qabağı buraxmaq istəyər ki, Arsenal müdafiəsini yarsın və müdafiənin arxasına ötürmələrlə, məsələn, burada Kvaratskhelia ilə açar rolunu oynayacaq mən elə düşünürəm ki, bəlkə də burada Arsenalın müdafiəsi bu səhv eləyər sizcə ki, yəni Enrique nə edə bilər burada? Yəni hansı şeylərlə Arsenal müdafiəsini yara bilər və yaxud da Arsenal müdafiəsinin ən zəif kim ola bilər ki, bu allansın bu taktikaya, buraxsın oyuncunu müdafiənin arxasına? Arsenalda ümumiyyətlə müdafiə hər bir komandanın zəif nöqtəsi var. Söhbət yox. Prosta bir dənə söhbət var. Timber oynayacaq, oynamayacaq. O da. Dünən məşqə çıxıb, sabahda məşqdə olacaq, bu gün də məşqdə olacaq. Finalda indi qərar veriləcək. Oynayacaq, oynamayacaq. Timber söhbəti qalıb. Və arxa bəllidir. Enrique'də bir şey var ki, mən belə düşünürəm ki, o konkret stillə oynatmır da. Yəni oyunçular biraz sərbəst buraxır. Yəni Dembele məsələn tez-tez yerini dəyişir. Dembeleni tutmaq olmur konkret. Amma Arsenal biraz stabil taktika ilə oynayır. Burada Enrique nə edə bilər? Dembeleni hansı pozisiyalara salacağı da çox şey asılıdır məncə. Dembele sizcə oyunun ümumi finalı nəticəsini dəyişə biləcək oyunçu ola bilər? Məncə yox. Nəyə görə yox? Niyə? Dembele axırıncı 2 həftənin deyəsən ağır zədəsi var idi, arxa əzələsindən. Var. Zədə də elə bir şeydir arxa əzələdən. Futbol oynayanlar başa düşür. Sən istəsən də istəməsən də 100% oynaya bilmirsən. O qaçanda qorxu var ki, təzədən dartaram. Məncə karyerasını riskə atmaq istəmir də. Yox, karyera demək sadəcə yenə sırada 2-3 aylıq çıxa bilər. Plus dünya çempionatı var. Məncə bu oyunun ulduz Dembele olmayacaq. Kim olacaq? Kim olacaq? Arsenal Kim ola bilər? Declan Rice olacaq. Rice. Mən bir Real fanatıyam. Rice o vaxtı bizə o zərbələri ilə. Mən o vaxt eşitmişəm Real fanatları üçün düyü yemirlər. Düyü yemirlər Real fanatları üçün. Yəni aş görəndə üçün ya da başqa şey. Yaxşı, bəs belə deyək də. Burada PSG-nin zəif nöqtəsi nə ola bilər ki, bu Arsenal üçün fürsətdir? Nə görürsünüz PSG? Standart vəziyyətlər. Kün zərbələri. Kün zərbəsi olsun, standart vəziyyətləri olsun, içəri eləmək. Arsenal standart vəziyyətlərdən dünyanın ən güclü komandıdır. Xüsusi bir məşqçiləri də var, səhv eləmirəmsə. Nikola Jover gəldi, Manchester City-dən transfer olundu. Arteta özü ilə gətirdi gələndə. Daha doğrusu 1 il sonra gətirdi Joveri. Nikola Jover inanılmaz işlər görür. Yəni Arsenal Premier Liqada çempion oldusa, Joverin payı hardasa 50%, 60%. Belə deyə bilərik ki, məncə burada oyunçular yox, yəni hər iki komandadan söhbət gedir. Fərdi keyfiyyət yox,
taktika qalib gələcək? Yoxsa fərdi keyfiyyət qalib gələcək bu finalda? Məncə o da yox, bu da yox. Bax finaldır bax. Hər şey qoyaq bir qırağa. Hər şey qoyaq. Qoyaq. Finaldır, bir dənə oyundur. 90 dəqiqə ola bilsin 120 dəqiqə. Bir dənə oyun. Penaltilərə belə gedə bilər. O gün sən yaxşı günündə olasan, futbol şansı sənin yanında olacaq. Oyun ərzində az səhv eləyəsən, az səhv eləyəsən, şansların çoxalır. Ola bilər ki, futbol şansımız yanımızda olmaz. Ola bilər ki, PSG elə temp versin ki, Arsenal tözə bilməsin olacaq. Ola bilər ki, Arsenal birinci vursun, sonra oyunu kontrol alsın. Mənə elə gəlir ki, birinci gol kim vuracaq, o da aparacaq oyunu. Belə dedik, son çempion PSG-dir, 2000 son çempion. Və hər iki klub da öz liqasında qalib olub və hər iki klub da istəyir ki, həm liqada qalib olub, həm də bu kuboku götürsün və PSG keçən ilin qalibidir. Arsenal məncə burada prinsipal olaraq Arsenal daha çox artıq taktikasını dəyişəcək deyə düşünürəm. Niyə? Çünki müdafiə oyunu biz gördük də, Atletico ilə oyunda da gördük. Hər iki komanda müdafiə oyunu biraz çətin olur və bu final olduğuna görə PSG-yə qarşı məncə biraz taktikanı dəyişmə fikirləri ola bilər ki, yəni bu kuboku tarixlərində ilk dəfə götürsünlər. Dəyişsələr hansı taktikanı dəyişərlər sizcə Arsenal dəyişsə misal üçün? Dəyişərmi? Sadiq qalarlar elə müdafiəsi. İnanmıram. Heç cürə dəyişmir. 4-də, ortada 3, qabaqda da 3. Plus bir dənə söhbət var. Zubimendi oynayacaq, oynamayacaq. Miles Lewis gəlir axırıncı oyunlarda 4-5 oyun çıxır bomba formada. Zubimendi oynasa nə dəyişəcək? Nə dəyişə bilər? Zubi balansı saxlayır. Ay sağ ol. Zubi arkada balansı saxlayır. Hə, riskli pas yox, onda yoxdur. 100%. Gördü 5 metrə pas, gördü 10 metrə pas. Amma Miles Lewis gəlir tam başqadır. Okey, səhv eləyə bilər. 100%. Cavandır, hardasa səhv eləyir. Bəzi epizodlar olursa. Amma ara pasları, ötürmələri, özgüvəni o qədər çox. Məsələn, topu ala bilər, 3-4 nəfərin içinə girə bilər. Burada yəni əsas məsələ məncə Kvaratskhelia-nı saxlamaqdır. Yəni axırıncı oyunlarda mən Kvaratskhelia-ya baxdım. Onu saxlamaq biraz çətin məsələdir, çox çətin məsələdir. Əgər biz bir dənə oyunçuya köklənsək, məsələn, Kvaranı saxlayaq. Amma Kvaratskhelia oyun taleyini dəyişə bilər axı. Dəyişə bilər, söz yox. Kvara dəyişə bilər. Kvara fərq yaradan futbolçu. 100%. Bəlkə bu dəqiqə dünyada 2 dənə ən güclü futbolçu varsa, biri də Kvara. 100%. Çox mən yəni Prosta PSG-nin qabaq xətti, orta xətti elədi ki, gərək konsentrasiya 100% olsun. Siz Kvaranı saxlamaq istəyirsən, duet çıxacaq, Barkola çıxacaq, Dembele çıxacaq. Ona görə də təkcə Kvara deyə meydançaya çıxmaq olmaz. yox, orası elədir. Sadəcə yəni burada mən düşünürəm PSG mərkəzdə düşünən beyni mənə görə Arsenaldan biraz üstündür. Mərkəzdən sırf ki, düşünən beyinlər o baxımından. Vitinha, João Neves, Düşünən Fabian beyinlər. Ruiz çox güman bu üçlü Düşünən çıxacaq. beyinlər Amma bu üçü sanki ideal orta xətt. 100% yəni. Yeri gələndə paslaşa da bilirlər, yeri gələndə ara paslar da verirlər, yeri gələndə müdafiə də ola bilər. João Neves'in Bavariyadakı qarşı yəni inanılmaz fantastik Harry Kane-lə 30 metr o Ruboku nə üçün deyir, o pişik kimi yerdə yatmağı zadı. Görsən ki, insan can verir. Halbuki PSG də deyirsən ki, PSG çox güclüdür, onun topla zadla oynayır. Amma görsən ki, bunlar can başqa. Yəni PSG universal komanda. Yeri gələndə müdafiə də oluna bilər, yeri gələndə atak da eləyə bilər, hər tərəf. Yəni Arsenal yenə deyirəm, bir dənə şansı var. Ən güclü tərəfi istifadə eləmək lazım. Əsas məqsəd gol buraxmamaqdır, soyuqqanlı oynamaqdır. Məncə o Arsenal çox çətin qol buraxacaq. Standart vəziyyətlərdə 100% istifadə eləmək lazımdır. Plus moment yarandı. Belə acımasız olmaq lazım. Bizim bir dənə oyundur. Belə deyim də, PSG bir şey əslində başa düşdü ki, ulduzlarla komanda qurmaq olmur. Yəni pul heç vaxt oyun oynamır. O bir söz var. Yəni Mbappe məsələn gəldi Reala, PSG necə dəyişdi? Nə qədər şey oldu? Sırf qurulan taktika beyin üzərindədir və ilk səhv eləyən komanda məncə oturacaq müdafiəyə. Məsələn PSG belə də gol vursa, avtomatik məncə çəkəcək müdafiəyə özünü. Mən başqa bir şey gözləyirəm, situasiya gözləyirəm. Baxır oyun gedişatına. Arsenal avtomatik oyunu açacaq. Müdafiədən vaz keçmək məcburdur. Və onda da PSG-nin qol şansı daha çox artacaq. Yəni ilk qolu PSG vursa, Arsenalın müdafiə oyunu məncə dağılacaq. İnanmıram dağılsın. Çünki qol vurmaq istəyəcək. Nəyə görə deyirəm, inanmıram dağılsın. Arsenal son 2023-dən 26-ya kimi 3 il ərzində. 3 il. Cəmi 2 oyunda 3 gol buraxıb. Cəmi 2 oyunda. Məsələn, Fantastik nəticə. 100 neçə oyun oynayıblar, 3 oyun. Lutondan buraxmışıq 2023-də Premyer Liqada. Bir də bu il Unitedda Emirates-də 2-3 uduzluq, 3 dənə gol buraxmışıq. Bu komanda inanılmaz dərəcədə sözlə baş salmaq olmur. Okey, baxırsan, baxımsız hardasa Sıxıcıdır da. Biraz onu etiraf eləyək, sıxıcı oyun. Mən xeyterlərdə hardasa başa düşürəm. Amma insanlar qol buraxmır. Topsuz. Arsenal bəlkə dünyanın ən güclü komandası.
Sırf topsuz oyunda. O necə pozisyonlu müdafiə olunur, necə orta Oyunçu saxlamaq. necə arxaya düşürlər. O çox çətin şeydir əslində. Fiziki güc. Komanda oyunu olaraq ən güclülərdən. Komanda oyunu olaraq Arsenal bəlkə dünya 1 nömrəsidir, bəlkə də 2 nömrəsidir. Əgər bax bu qədər şey təsadüf ola bilməz ürəyim. Bir komanda ki, qrup mərhələsində bir dənə də oyun uduzmur, 8-ə 8 qalır. Başqa məsələ. O ucu bir siqnal. Mən yəni bu Arsenaldan belə bir performans gözləmirdim. Okey, Heç indi uduzmasın. Kimsə deyə bilər ki, ay Setka zəif idi, Sporting çıxdı, nə çıxdı, o çıxdı. O ucu bizim problem deyil. Yox, hə bütün klublara zəif komanda çıxır. Yəni qarışıq olur da. Həm güclü də çıxır, zəif də çıxır. Yəni bu normaldır. Məsələn, Atletico Madriddə hamı belə türklədim, hafif alır. Allah Atletico. Yox, Atletico Madrid. Barcelona Camp Nou-da Simeone şov orada göstərir. əməli başlı beyin vurub. Simeone başqa bir şey. Taktika. Necə utdular, necə qalib gəldilər. Barcelona 4 daim ərzində 1 daim world class ən güclü oyununu oynadı. Metropolitano birinci daim. Comeback eləməyə yaxın idilər amma alınmadı da yəni. Qalan 3 daim Atletico normal futbol oynadı. Atletico Everest'də də keçə bilərdi. Hardasa hakim şeyi var. Okey, orada Gabriel özünü atdı. Nəysə də bağışladılar, şey elədilər. Yoxsa Atletico keçəcəkdi Arsenal. Belə bir şey deyim. Hakim səhv dediniz. Səncə hakim səhv olacaq bu oyunda? Məncə yox. Məncə yox. Onda elə bir hakim seçiləcək ki, hakimlər də bu dəqiqə yəni çox səhv buraxırlar. Hər şey ola bilər. Prosta finalda yəni münaqişəli, yəni doğrudan da səs salacaq bir əsas səhv. normalda tutaq atıram. 10 dənə kamera olursa finalda istərsiniz 100 dənə Artacaq. Plus köməkçilər zətlər. Okey, xırda follar o oyuna təsir edici nəticəni mən nəzərdə tuturam. Amma məsəl üçün yavna aşıq olar, qol sayar ya da qol saymaz. Mən onu nəzərdə tuturam. Yoxsa xırda follar o həmişə olur. Ya fold deyir, o verə bilər, problem yoxdur. Məsələn, bu oyun haqqında bir şey də deyək ki, məsələn biz burada indi analiz veririk ki, bu olar, amma ümumi analizi süni intellekt vasitəsilə bizim 10 nömrə tətbiqində siz görə bilərsiniz. Hansı ki 10 nömrə tətbiqini öz telefonunuza yükləyirsiniz və burada final oyunu haqqında əvvəlcədən verilmiş süni intellekt tərəfindən verilmiş analizi və istifadəçilərin öz şərhlərini, öz analizlərini, oyundan əvvəl komandaların start heyətlərini və digər məlumatları da 10 nömrə tətbiqindən görüb əldə edə bilərsiniz. Uzatmalara getmə ehtimalı var və uzatmalara gedəndə hansı taktiki dəyişikliklər uzatmaları həll edə bilər? Burada məşqçilər ortaya girir. Burada 100%. əvəz edilən oyunçulardan söhbət gedir. Yenə də bax olmayan şey danışa bilmərik. Prosta təxmin eləmək olur hardasa. Və məsəl üçün belə deyək, Arteta, Mikel Arteta'nın Arsenal öz azarkeşləri belə 70% bəyənmirdi. Nəyə görə 6 ildir komandada heç nə udmamışdı. Və bu axırıncı 5 oyun, 5 qələbə Premyer Liqada həvəz etmələri, West Ham'la olsun, Fulham'la olsun. Arteta neçə dəqiqədən sonra əvəz etməyə başlayır təxminən? 60-dan 70-dən sonra, məsələn 70-dən sonra 60 Ancelotti'nin bir şey vardı. 80-ə qədər sıxırdı, saxlayırdı. Mən əsəblər Ancelotti gözlür 80-dən sonra dəyişirdi. Məsələn Arteta'da elə bir şey var. Arteta da hər cürdür. O time'dan sonra da ola bilər, 55-də də ola bilər, 65 fərq yoxdur. Bir də üstün tərəf var ki, dəyişəndə sırası 2 nəfər dəyişir. İşte o zaman limiti də kontrol edir. Hətta o heç. Bəs bu finalda uzatmalara getsə, heç vaxt dəyişməyəcək oyunçu sizdə kim olar? Yəni uzatmalara getdi, onu əvəz etməz. Arsenalda. Arsenalda da şeydə də, PSG-də də. Əgər Zədə olmasa Arsenalda 100%. Rice, Gabriel Saliba, Gapçet, Gapçet də. PSG-də kim olar o? PSG-də çox güman Marquinhos olar. Ortada Vitinha olar. Kvaratskhelia dəyişər. Kvaran dəyişə bilər. Məsələn, Dembele sastav Kvaran gec yorulur. Məncə o Kvara həm də daha prinsipial olar. Yorulsa belə çıxmaq istəməz. Bağır sən bu gün Kvaranı elə təqdim elədin ki, Maradona da qəbrində tərpənir. Niyə? İnanla. Okey, başa düşürəm Kvaradona zət gürcülər fikirləşir. Maradona qəbirdən oyansaydı deyərdi ki, o Kvaratskhelia güclü futbolçudur. Yox, demirəm ki, Maradonadan güclüdür. Yəni mən deyirəm ki, Kvara, məsələn, mən PSG-dən onu dəyişməyəcəyəm və Kvaranın ümumi çox prinsipial oynayacağını düşünürəm. Dembele heç, Dembele biraz elə bir 100% nəyə görə? Tez yorulur. Bayaq danışdıq, arxa azələ söhbəti var. Dembele heç mən 90 dəqiqə ümumiyyətlə gözləmirəm. Əgər sastav çıxsa, əsas heyətdə başlasa 65-də, 70-də onu dəyişəcək. Yaxşı, hesab ən məşhur suallardan biridir. Hesab necə olar? Oyunun hesabı nəticə. 2-0 Arsenal qələbə. 2-0. PSG gol vuramayacaq. Yox. Heç cürə. Yox. 2-0. Düzdür, bu öncədən verilmiş proqnozdur. Yəni səhv də çıxa bilər. Bu normal şeydir. Fikirlərimizi deyirik. Arsenal
düşməni yadıma düşdü. Robin Van Persie. Biz atıb gedib Uniteddə keçəndə dedilər ki, nəyə görə Uniteddə keçdin? Arsenalda 11 il oynamısan zaten. Dedi ki, içimdəki balaca uşaq dedi ki, Uniteddə keçməlisən. Mənim indi içimdə balaca uşaq deyir ki, Arsenal 2-0 qələbə qazanacaq. Olar. Mənim ondan fikrim budur ki, bu final haqqında düşüncəm odur ki, bu oyun uzatmalara gedəcək. Və mən düşünürəm ki, final daha maraqlı olsun deyə bəzi sehrli əllər bunu penaltilərə belə apara bilər. Sehrli əllər olur demişəm. Olmur. Yəni, sehrli əllər Hindistan 3-cü liqasında olur. Yəni, Vyetnamın 4-cü. Yəni, bu turnirdə yəni ki, bu səviyyədə mümkündür, ola bilər. Mən penaltilər gözləyirəm. Ola bilər. Safonov, Raya. Safonov. Raya, bax, Ramkada həqiqən möhtəşəmdir. Düz yerə gələndə penaltilərdə çıxardı. Rətəgən penaltisi olsun Atalantaya qarşı, Ben Rahman penaltisi olsun West Ham'a qarşı. Amma yenə də penaltilərdə Raya fikir vermişəm, tez gedir. Raya biraz bir epizodu var idi. Hansı oyunu yadıma sala bilməm, bəlkə yazır. Bir hoppandı, birini çıxartdı, qaçdı, bir əlində çıxartdı. Rətəgən Atalanta ilə. Ay sağ ol, o oyundaydı da. Yəni Raya mən orada bəyəndim. Yəni ondan əvvəl Rayanı çox izləməmişdim. Onda dedim ki, həqiqətən bu cəhdliyi başqadır. Qapıçılar həll eləyər bu oyunu. Yəni oyunun taleyini. Ola bilər. Ola bilər. Qapıçılar 90% şey demək. Yəni, qapıçı günündə oldu, qapıçı yaxşı günündə oldu. İnansan o ki, awareness gəlir, özgüvən gəlir qapıçı. Nə vursun çıxardır hamısı. Belə, bugünkü mövzumuz Çempionlar Liqasının finalı haqqındaydı. İlqar bəylə biz bunu müzakirə elədik. İnanıram ki, sizə də maraqlı bir mövzu oldu və izləyicilər də bu haqqda videonun altında bu final haqqında fikirlərini yazsa sevinərik. İlqar bəy, təşəkkür edirik gəldiyinizə görə. Maraqlı bir dialoq oldu, maraqlı müzakirə oldu. Son olaraq sözlərinizi, izləyicilərimizə sözləriniz varsa, buyurun. Təşəkkür edirəm bura çağırdığınızdan görə. Xoşdur, xoşdur. Mənim də xoş oldu belə. Necəm, yeni bir praktika kimi belə, yeni bir opd oldu, təcrübə oldu belə. Yəni çox belə necə deyim, o qədər isti qarşıladınız ki, adam sanki 10 il tanıyır. Çox sağ ol. Sonda da demək istədiyim odur ki, yəni Arsenal tarixi üçün çox vacib oyundur, çox böyük oyundur. Yəni Arsenal yəni bu oyundan qələbə qazanmaqdan kuboku qoyuram qırağa, Çempionlar Liqası. Prosta insanlar tərəfindən Arsenal necə dilə gətirilir? Məsəl üçün Mikel Arteta bizi komadan götürdü 2019-cu il, hara gətirdi, Premier Liqanı qazandırdı. Plus üstəlik Çempionlar Liqasını qazandırsa, əminəm ki, məsəl üçün Arsenal insanların gözündə bir loser komanda yox, bildiyin. Məsəl üçün bizim üçün Arsenal top klub, top level. Məsəl üçün normal neytral azarkeşlərin gözündə Arsenal ən azından belə pis çıxmasın, hörmətə layiq top klub kimi sayılacaq. Ona görə də mütləq nə olsa da Çempionlar Liqası lazımdır. Mütləq. Mütləq lazımdır ki, insanların Arsenala qarşı fikri dəyişsin. Ümumiyyətlə Arsenalın öz azarkeşlərinə bir kubok borcu var. Yəni Çempionlar Liqası borcu var, o mütləq. 2006-da alınmadı inşallah. Mütləqdir yəni. 2026-da alınır. Bu dəfə İnşallah mütləqdir. görək. PSG-yə də biz buradan PSG fanatlarına da uğurlar arzu edirik, PSG klubuna da uğurlar arzu edirik. Son sözümüz olar ki, güclü olan qazansın. Yəni layiq olan, güclü olan qazansın. Belə. Gələn növbəti videolarımızda görüşərik. Çox sağ olun. Sağ olun.